Uca Allah kimə nə veribsə, onunla Allahın dininə yardım etsin. Elmi olan elmi ilə, gücü olan gücü ilə, varı olan var dövləti ilə. Muhammed surəsinin 7-ci ayəsində uca Rəbbimiz buyurur ki, ey iman gətirənlər, əgər siz Allaha, yəni onun dininə kömək göstərsəniz, o da sizə kömək göstərər və ayaqlarınızı möhkəmləndirər. İbn Abbas radiyallahu anh rəvat edir ki, bir gün minikdə Peyğəmbər sallallahu aleyhi və səlləmin arxasındaydım. O buyurdu, ey oğul, mən sənə bir neçə kəlmə öyrədəcəyəm. Allahı qoru ki, Allah da səni qorusun. Yəni, Allahın əmr və qadağalarına gözəl şəkildə əməl edərək yaşa ki, Allah da səni qorusun. Allahı qoru ki, onu öz qarşında tapasan, bir şey dilədikdə, Allahdan dilə, kömək istədikdə, Allahdan kömək istə. Bil ki, əgər bütün insanlar sənə xeyir vermək üçün bir yerə toplaşsalar da, Allahın yazdığından artıq heç bir xeyir verə bilməzlər. Bunu da bil ki, əgər sənə zərər vermək üçün bir yerə toplaşsalar da, Allahın yazdığından artıq sənə zərər verə bilməzlər. Qələmlər qaldırılmış, səhifələr də qurumuşdur. Ömər radiyallahu anhu demişdir, biz Allahın İslam dini sayəsində gücləndirdiyi bir cəmaatıq. İslamdan başqasını seçsək, onda Allah bizi zəlil edər.